Adı tariximizdə əbədi yaşayan qəhrəmanlarımızdan biri də Orxan Habiloğlu Avdiyevdir. O, 1995-ci il avqustun 2-də Bakı şəhərində doğulub. Hələ körpə ikən Orxanın ailəsi Ağstafa rayonunun Pirli kəndinə köçür. Orxan orta məktəbə də elə bu kənddə getmişdir. O, məktəb illərində öz təlim-tərbiyəsi ilə hər kəsə nümunə göstərilirdi. 2013-cü ildə Şəhid Məcid Əhmədov adına tam orta məktəbi bitirir, 2015-ci ildə isə hərbi xidmətə çağırılır. O, hərbi xidmətini Mota atıcı alayında yerinə yetirir. Məktəb illərində olduğu kimi ordu sıralarında da özünün nizam-intizamı ilə seçilirdi. Orxan 2016-cı ilin aprel döyüşlərində də şücaət göstərir. 2020-ci il sentyabrın 27-sində başlayan Vətən savaşına isə Orxan könüllü olaraq qoşulur. Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərir. Döyüşdə fəal iştirak etdiyi üçün Füzulinin və Cəbrayılın azad olunmasına görə, eləcə də döyüşlərdə fərqləndiyinə görə medallarla tərtib olunmuşdur. Döyüş yoldaşlarının da dediyi kimi, Orxan hər zaman torpaqlarımızın düşmən tapdağından azad olunmasında həmişə ön sırada olmuşdur. Orxanın son döyüşü isə Füzuli rayon Yuxarı Veysəlli kəndində olmuşdur. Bura Yuxarı Veysəlli ərazisidir. Anam, Orxan Abiyevin anası mənə demişdi ki, onu çəkib atarsan mənə. Allah Orxan Abiyevə qəni-qəni rəhmət eləsin. Sizin oğlunuz bax, iminlə burada şəhid olub, ana. O, Yuxarı Veysəlli kəndi uğrunda gedən ağır döyüşlərin birində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Beləliklə Orxan vətənimizin şərəfli tarixinin zəfər səhifələrinə öz adını yazdırmağı bacarır və vətən tarixinin bir parçasına çevrilir. Nur içində yat, vətənimin igid oğlu.